Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda əmək bazarında mühüm dəyişikliklərdən biri gündəmdədir. Yeni qəbul edilən qanun dəyişikliyi maaşların ödənilməsi ilə bağlı daha ədalətli və şəffaf qaydaların tətbiqini nəzərdə tutur. Bu dəyişiklik Milli Məclis tərəfindən müzakirə olunaraq artıq 3-cü oxunuşda qəbul edilib və yaxın dövrdə qüvvəyə minməsi gözlənilir. Yeni qaydaya əsasən artıq işə götürənlər üçün ən vacib tələblərdən biri cinsindən asılı olmayaraq işçilərə bərabər əmək haqqının verilməsini. Yəni, əgər iki işçi eyni işi və ya bərabər dəyərə malik fərqli işi yerinə yetirirsə, onların aldığı maaş da eyni olmalıdır. Bu, xüsusilə qadın və kişi işçilər arasında mövcud olan maaş fərqlərinin aradan qaldırılmasına yönəlmiş mühüm addım hesab olunur. Qanun layihəsində bərabər dəyərli iş anlayışı da xüsusi olaraq vurğulanır. Bu anlayış təkcə eyni vəzifəni deyil, həm də müxtəlif sahələrdə görülən, lakin eyni səviyyədə bacarıq, məsuliyyət və əmək şəraiti tələb edən işləri əhatə edir. Məsələn, fərqli sahələrdə çalışan iki mütəxəssis eyni səviyyədə bilik, təcrübə və məsuliyyət daşıyırsa, onların əməyinin dəyəri də eyni hesab olunmalıdır. İşin bərabər dəyərli olub-olmaması isə müəyyən kriteriyalara əsasən müəyyən ediləcək. Buraya əmək şəraiti, işin xarakteri və qüvvədə olan tarif-ixtisas göstəriciləri daxildir. Bu meyarlar əsasında işə götürənlər hər bir vəzifəni qiymətləndirərək maaş siyasətini formalaşdırmalıdır. Bu dəyişiklik işçilər üçün bir sıra müsbət nəticələr vəd edir. Əvvəla, əmək bazarında daha çox ədalət təmin olunacaq. İkincisi, diskriminasiya hallarının qarşısı alınacaq və işçilərin motivasiyası artacaq. Üçüncüsü isə işə götürənlər daha şəffaf və əsaslandırılmış maaş sistemi qurmağa məcbur olacaqlar. Eyni zamanda bu qanun işə götürənlər üçün də müəyyən məsuliyyətlər yaradır. Artıq maaşların müəyyən edilməsi zamanı subyektiv yanaşmalar deyil, konkret və ölçülə bilən meyarlar əsas götürülməlidir. Əks halda qanun pozuntuları ciddi hüquqi məsuliyyətə səbəb ola bilər. Ekspertlər hesab edir ki, bu dəyişiklik uzun müddətli perspektivdə əmək bazarında balans yaradacaq və sosial ədalətin güclənməsinə xidmət edəcək. Xüsusilə gənclər və qadınlar üçün daha bərabər imkanların formalaşması gözlənilir. Nəticə etibarilə Azərbaycanda maaşların ödənilməsi ilə bağlı yeni qayda əmək münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu dəyişiklik həm işçilərin hüquqlarının qorunmasına, həm də ümumi iqtisadi inkişafın daha dayanıqlı olmasına töhfə verə bilər.